Əzizlərimiz, gözəl bir şirkətə gəldim mən. Ərsaq şirkətinə, bizim sağlamlığımızın qorunması naminə və insanların, xanımların həm gözəlliyi, həm sağlam qidası üçün əlindən gələni əsirgəməyən bu gözəl kollektivin arasındayam. Gözəl xanımlarla birgə salamlayıram hər birinizi, təşəkkür edirəm və gəlişimin də səbəbi cənab möhtərəm prezidentimizin tərəqqi medalçısı, gözəl şairə, qızıl qələmi ilə qəlbləri fəth eləyən, bu yaxında da gözəl bir Turan marşı ilə səs-səda yaratdıq bir cəba, həm gül buket olaraq Nəsibə xanım Müsafil qızı ilə onun dəvəti ilə gəldim bura. Və həm də burada məndən başqa daha bir gözəl qonağımız var. Kəlağayı, Yeləni Kəlağayısının təsisçilərindən, təsisçisi Nigar xanımın, həm də o da Nəsibə xanım ilə hər birimiz dəvəti ilə gəldik və gözəlimiz Həcər xanımla birgə burada gözəl bir söhbət elədik və tanış oldum bütün məhsullarla, bütün gözəlliklə və yaradıcı heyətə başda qardaşımız Bekir Sarı olmaqla, Həcər xanım, Azərbaycanda isə Həcər xanım təsisçisidir, yaradıcısıdır və mən məmnun oldum, çox minnətdaram. Bütün məhsullarla tanış oldum və gördüm ki, deməli, həm bədən üçün, həm daxili, həm xarici orqanlar üçün qidalar, xeyirli məhsullar, bir-birindən gözəl maskaları deyim, vitaminlər deyim, üzü gözəlləşdirmək üçün orada mayelər vardı. Hətta o geyindiyimiz paltarların ləkələrinin getdirilməsi, şampunlar, saç şampunları, saçların qidalanması. Yəni mən adi lori dildə danışıram ki, bunu özümdə həm də tamaşaçı da başa düşə bilsin ki, mən nə demək istəyirəm. Çox razı qaldım, çox məmnun oldum gəlişimdən və hətta Həcər xanım danışanda artıq Nigar xanım da mən də siyahı tuturduq. Nəsibə xanım, siyahı tuturduq ki, biz nəyi gedəndə alaq götürək və niyə mən hətta soruşdum ki, neçə ildir, dedilər 8 ildir və peşman oldum. Eşitmişdim Ərsaq şirkətini, amma mənə hədiyyə də veriblər və həmən baxan kimi tanıdım Həcər xanım ki, mənə bundan verilib və mən geri dönüş eləmək istəmişəm, aramaq istəmişəm ki, hardan gəldi bu mənə? Zaman keçib biraz bir ayımı, yarım ayımı unutmuşam ki, mənə bunu hədiyyəni kim verdi ki, bu gözəl məhsulu. Hətta ürəyimdə düşündüm ki, Nəsibə xanım gətirmişdi. O qədər məmnun qaldığım bir hədiyyə, nə deyirlər, məhsuldur ki, geri dönüşünü tapa bilməmişdim. Amma gəldim bugün tam məhsulun arasındayam, xan məkanına gəlmişəm, xanımlarla birgəyəm. Çox təşəkkür edirəm. Yaradıcı xanımlar, gözəl xanımlar, əməkdar xanımlar, hər birinizə uğurlar arzulayıram. Bax, belə olun həmişə. Biz də sevinək, gözəlləşək, sevilək və daha da möhkəmlənsin. Bu birliyimiz, birliyiniz daha geniş yayılsın. Çünki siz həmişə sağlamlığı düşünən, təmiz qidaları bəxş edirsiniz bizə. Bizim üçün istəyirsiniz ki, tam sırf lazımlı, ziyansız, layiqli məhsullar olsun. Burada gəldim, məkanını tapdım. Minnətdaram sizə, Həcər xanım. Sağ olun. Sağ olun. Xoş gəldiniz Gülyaz xanım. Çox sağ olun. Çox təşəkkür edirik. Nəsibə xanıma təşəkkür edirik dəvəti üçün, Gülyaz xanıma. Sizə təşəkkür edirik gəldiyiniz üçün. Gülyana xanım zaten Ərsaq ailəmizdəydi. Siz də xoş gəldiniz Ərsaq ailəmizə. Gələcək inşallah, bəli. Və Gülyaz xanım çox doğru vurğuladı. Orada mən məhsullarımızı təqdim edəydik. Gülyaz xanım deyir, bax bu mənə lazımdır, bu mənə lazımdır. Hansı məhsul danışdıqsa bu mənə lazımdır dedi. Həqiqətən də Ərsaq məhsulları hər kəsə lazım olan, istər marketdən, istər aptekdən, istər kosmetik mağazadan alınan hər bir şey bizdə vardı və ən gözəlini, ən keyfiyyətlisini, ən düzgününü bizdən almağı məsləhət görürük. Və hətta Nəsibə xanım sual verdim ki, qiymətlər sərfəlidirmi? Dedi, bəli, nəzərdə alınır şirkətimiz tərəfindən. Yəni hamısı baxdım normal, gözəl, hamısında maraqlandım. Çox gözəl, indi mən evdə, burada da elə seçim eləyəcəyəm və baxıram, deməli tək üz ayrıdır. İçəcəyimiz çaylar ki, orada baxdım, şəkər xəstələri üçün, təzyiqi olanlar üçün gözəl məhsullar var burada, kofelər var burada. Sonra bədən geli, duş gelləri var, elə gözəl bir-birindən. Uşaqlar üçün də, böyüklər üçün də ağız boşluğunun təmizlənməsi, yəni da iqoqdan xilas olmaq, yəni müalicəvi əhəmiyyət daşıyan dərman xarakterli məhsullardır. Sonra mən sual verdim ki, mən məsələn D vitamini istəyirəm. Məndə D çatışmamazlığı var. Dəmir D, D. Həmən xanım orada ən yüksək keyfiyyətini göstərdi.
İnan qəlbimdə o qədər xoş oldu və bir qadınlara daha çox lazım olan sualları mən hansı sual verdimsə, həmin məhsulu həmənin də göstərdi və mənə canlı olaraq göstərdi. Bu təbii ki, jurnaldır. Gedib özüm üçün daha çox dərindən maraqlanacağam. Elə mən də Nigar xanımda, Nəsbə xanımın, Güləna xanımın məlumatı var. Çox razı qaldım, çox bəyəndim və biraz da istifadə elədik. O tüklər pamuk kimi deyirlər. Pamuk kimi oldum. Çox xoşuma gəldi. O yumşaldıcılar da var. Nə istəyir bir xanım, hamısı var burada. Təşəkkür Sağ olun. Çox sağ olun. Çox burada söz gəlişi demirəm. Gördüm, şahid oldum. Ürəyimə çox yatdı. Mən təbii məhsulların tərəfdarıyam. Həmişə xoşlayıram ki, tərkibində məsələn antibiotik deyirik, amma onun təbii tərəfini düşünəndə gördüm o da var burada. Mən tənqid eləmirəm bizim məhsul, başqa şirkətləri yox. Amma açığı səmimi deyirəm ki, mən təbiiyə qaçıram və təbiini daha sevirəm. Məhsullarımızla sizə tanış eləyək. Məhsullarımız kateqoriya olaraq təmizliyə aid hər bir şeydir. Kosmetika məhsullarımız və qida əlavələrimiz, kofelərimiz, çaylarımız, hamısı bitki tərkibli məhsullardır. Və bu günlər bizə hava su kimi lazım olan məhsullardır. Və bu gördüyünüz məhsullar otaq spreyləridir. Otaqda olan havanı təmizləyir, dezinfekt edir və otağa qəşəng xoş qoxu verir. Bunlar isə otaq üçün parfümlərdir. Bunlar bizim maşın təmizləyicilərimiz, qab yuyan maşın üçün məhsullarımız, uşaq versiyası, uşaq şampunları, duş gelləri, yağları, bəli. Saç üçün şampunlarımız, krem təmizləyici, diş macunlarımız, tərkibində zəhərli flor olmayan diş macunlarımız, müalicəvi diş ətinin sağlamlığı, dişin bərpası. Sonra bu gördükləriniz tərkibində hansı ki bu günlər günümüzün bəlası olan fosfat, sodyum turpu fosfat olmayan yuyucu tozlarımızdır ki, konsentrə məhsullardır. Yəni 1 kilosu marketdən alınan 5 kiloya bərabərdir. Təmizliyi də çox gözəl edir, paltarın da keyfiyyətini xarab etmir. Bunlar maye şəkildədir, bunlar isə toz şəklində. Bunlar isə bizim qabıya mayələrimizdir. Həmçinin bunlar da konsentrə məhsullardır və çox universal məhsullardır, əksəriyyəti. Düşünün ki, bir qabıya maye evinizdə bir duş gelidir, sıvı sabundur, saç şampunudur. Yəni bu cür də istifadə edilə bilər. Marketlərdə var da, yoxsa sifarişdə də xüsusi? Xüsusi sifarişlə marketlərə məhsullarımız verir. Mən bunu bilmək istəyirdim. Bəli, Çünki məsələn elə köynək var ki, ləkəsi getmir. Mən onu getirə bilmirəm. Yəni bu bəli, gözəl tərəfi də budur ki, Gülyaz xanım, digərlərində ləkə aparan məhsulu, məsələn rəngli paltarda rəngin də aparır, həmən ləkəni aparmaq şərtilə. Çünki onlarda kimyasal var. Bizimkində kimyasal olmadığı üçün istər paltar olsun, xalça olsun, divan olsun, abay olsun, həm rəngini qoruyur, həm də ləkəni gözəl şəkildə təmizləyir. Və həmçinin də o qədər məhsulun tərkibi təmiz məhsuldur ki, biz meyvə tərəvəz, yuduğumuz meyvə tərəvəzlərə belə bir damcı bundan salıb, yuyulmuş meyvə tərəvəzlərdə nə qədər çirç axdığını görürük. Yəni onları da belə təmizləməyə çox gözəl məhsulumuzdur. Həmçinin bu yağ közücü məhsulumuzdur. İstər tufovka olsun, qaz plətəsi olsun, qazanlar olsun, ümumiyyətcə yağlı olan hər bir şeyi təmizləmək üçün. Bunlar bizim paltar ətirləndirici, xalçalar üçün yumam vasitəmizdir, paltar yuyan maşın təmizliyidir, hamam otağının təmizliyidir, sonra kirək təmizləyicidir. Və məhsullarımızın çeşidi çoxdur. Sabunlarımızdır, sabundur, əl köpüyüdür, duş gellərimizdir, şampunlarımızdır. Məsələn, bu şampunumuz bizim çox... Mənə sanki hədiyyə verilib bu. Ola bilər. Hə. Ola bilər. Verilmişdir, bəli. Bu isə bizim, Gülyaz xanım, duş gellərimiz hamısı fərqli-fərqlidir. Fərqli-fərqliliklərdə quru dərilər üçün, yağlı dərilər üçün müalicəvi şəkildə də götürmək olur. Dəri xəstəliklərinin istənilən dəri xəstəliyində daxilə qida əlavəsi ilə yanaşı biz bunlardan verdikdə dəridə yenilənmə apardığı üçün istənilən dəri xəstəliyində gözəl nəticələr verir. Bu əlimdə gördüyünüz bizim şampunlarımız çoxdur, amma ən populyar şampunumuz deyərdim ki, budur, saç tökülməsini bərpa edən. Yeni saçlar çıxardan şampunumuz, bəli. Sonrasında egzamalı saçlar üçün, tökülmə, çəpəkli, hamısı üçün fərqli-fərqli şampunlarımız var. Ondan əlavə, mən hər zaman deyirəm ki, bundan hər bir valideyn evdə uşağının çantasına mütləq qoymalıdır. Bu bizim ağız spreyimizdir, propolis. Böyüklər də təbii ki, istifadə etməlidir. Uşaqlar üçün ayrıdır, böyüklər üçün ayrıdır. Deməli, bu nədir? Bu ağız spreyidir, propolis tərkibli ağız spreyi. Tərkibində heç bir qatqı yoxdur, su və propolis. Və ağız yolunda olan infeksiyaları öldürür,
boğazda olan hansı ağrıları aradan qaldırır, diş ətində olan mikrobları öldürür və ümumən də immuniteti gücləndirmək üçün hər daim istifadə olunacaq bir məhsuldur. Sonra üz üçün toniklərimizdir, yağlarımızdır, koloniyalarımızdır və bunlar bizim bədən parfümlərimiz, saç parfümlərimiz, göz ətrafı kremlərimiz, qırış kremlərimiz. Bu kremlərimiz düşünün ki, bu bizim dazotu kremimizdir. Türklər buna kantaron kremi deyir. Bu yaranı tez sağaltmaqda, iz qoymamaqda, əməliyyat olsun, yara olsun, çapıq olsun, səpçi olsun, yanıq olsun, tez sağalmağına və bərpa olunmağına, hətta üzdə qırmızı çizgili narın damarları olur bilirsiniz. O damarları, aradan kapilyar damarları yığıb gözəl sifəti dəyişiklik etməkdə gözəl təsir göstərir. Və uşaqlarda, balaca uşaqlarda diatez falan olur. Bax, onları aradan qaldırmağına çox gözəl məhsuldur. Bu çörək otu yağdır. Çörək otunu zaten tərifləməyə ehtiyac yoxdur. Çörək otunu hamımız bilirik. Bu bizim Bromelain kremimizdir. Üstdən onu keçməmişdən öncə biz bilirik, bu çörək otu olsa belə nə baxım üçündür? Çörək otu cilt baxım yağımız, cilt baxım kremimizdir bizim. Üz üçün kremimiz təbii ki, bədənə də istifadə edilir. Çörək otu üçün yemək Var, o qida əlavəsi də var bizdə. Bəli, bəli. Bu Bromelaindir. Bromelain kremi bilirsiniz, ananasın tərkibində olan bir maddədir Bromelain. Üz dərisində həm gözəl baxım edir, həm üzdə şişkinliyi, qaraltını, onu götürməyə deməli çox yaxşı bir kremimizdir. Sonra bizim üz baxım vasitələrimizdən çox gözəl nəticələr aldığımız, hər kəsin sevdiyi bizim C vitamini serumumuz. Və iynə baxanda məhsulun nə olduğunu zaten bilmək olur. Bu bizim kollagen deməli serumumuzdur. Dərini dartır, hamarlaşdırır, dəridə səpçi varsa, yaralar varsa, çapıqlar varsa bərpasına kömək edir. Bəli, bu kollagen serumumuzdur. Dərini dartır, hamarlaşdırır, qırışların açılmağına kömək edir. Sonra bizdə bu hyaluronik asid serumumuzdur. Bu serumlarımız gözəl nəticələr aldığımız serumlarımızdır. Xanımların çox sevdiyi, bu günlər xanımlar gedib üzlərinə iynə vurdururlar, o qulluqları edirlər. Bu katil yumşaldıcı deyil. Bəli, üstündən qidalandırıcı krem də çəkmək olur. Bu serumlardır. Bu bizim hyaluronik asid serumumuzdur. Bu da dəridə qırışların açılmağına, dərinin hamarlaşmağına, məsamələrin yığılmağına kömək edir. Həmçinin cilt baxım yağlarımızdır, saç üçün serumlarımızdır, çəçli otu suyumuzdur, gözəl şəkildə. Daxilə qəbul da verir biz. Qurd problemində falan orqanizmi təmizləməyə kömək edir. Bunlar bizim CC-lərimiz, BB-lərimizdir, saç üçün parlatıcı məhsullarımızdır, spreylərimiz. Bunlar bizim saç yağımızdır, istənilən saç tipinə istifadə edib gözəl nəticələr aldığımız məhsulumuzdur. Sonra makyaj bazımızdır. Terakoda rumyanalarımızdır, parfümlərimiz kişi qadın üçün və dəriyə sıxıla bilən parfümlər, dəriyə ziyan vurmayan parfümlərdir. Bunlar bizim balacalardır, böyükləri vardır, həm kişilər üçün, həm qadınlar üçün. Renkli kosmetiklərimizdir, linerlərimizdir, tujlarımızdır, dodaq boyamalarımızdır, konsernerlərimizdir. Sonra bizim, baxın, bunlar bu günləri hər kəsin bunu bilməsini istəyirəm. Gülyaz xanım, bilirsiniz ki, biz yay sezonunda əsasən tərdən qoruyucular istifadə edirik. Təəssüf olsun ki, bu günlər bir çox xəstəliklər, süd vəzi xərçəngin belə yaranma səbəbi alüminium tərkibli tərdən qoruyuculardır. Bizim məhsullarımızın tərkibində alüminium toz yoxdur. Tər normaldır, tərləməliyik, amma tərimiz mikroblu olmalıdır. Bizim məhz bu məhsullarımız, tərdən qoruyucularımız da ziyansızdır, alüminium tozu yoxdur. Sonra bizim çaylarımızdır. Bu günlər hər birimizin aptekdən hansısa bir yerdən alınan çaylarla bizimki fərqi budur ki, aptekdə sadəcə bitkinin tozu doldurulub o poşetlərə. Bizimki isə ekstraktıdır. Bu da o məhsulu içib də daha gözəl faydasını görmək deməkdir. Məsələn, bu moringa heç bir ziyan olmayan, immuniteti gücləndirən, piyləri parçalayaraq arıqlama prosesini aparan və qanda tromblaşma varsa, ürəyi qidalandırmaq olsun, gücsə təzyiq olsun, hamısında istifadə edəcəyimiz və düşünün ki, o qədər ziyansızdır ki, biz süd verən analara belə məsləhət görür ki, südü çoxaldır. Bu moringa. Bunu özünüz də yazıb baxa bilərsiniz. Sonra bizim qızıl harman çayımız vardı, tərkibində bir çox deməli meyvələr və çiçəklərdən. Bu həm saç dəşdirici effekti, həm immuniteti qaldırıcı, hansısa qrip infeksiyası olsun, yaxud necə, həm əsəb stressdən azaldıcı və gözəl çayımızdır. Sonra bizim rooibos çayımızdır. Bir çox şeylərdə onu verir. Əsasən biz şəkər xəstələrinə mütləq şəkildə deyirik, rooibos çayı mütləq olmalıdır. Çünki gözəl nəticələr almışıq orada. Bu bizim xrom. Bu günlər hər birimizin xrom pikolinat ehtiyacımız olan xrom məhsulumuzdur. Qara hindiba. Bizdə o hansı adından tanınırdı? Qara hindiba. Zəncirotu. Bax, onu kapsul şəklindədir. Bir çox, bəli, qaraciyərin, bəli.
xəstəliyin dərmanıdır. Zəncir. Amma əsasən verir qaraciyər xəstəliklərində. D vitamini qəbul etmək istəyirik, dəmir yolu. Var, onlar da var bizdə. Hamısı var bizdə. Deməli, bu bizim kurkumin məhsulumuzdur. Bunlar rekord sayda bizdə satışı gedir. Bu nədir? Bu zəncəfil və zərdəçalın tərkibində olan aktiv maddədir kurkumin. O kurkumin düşünün ki, bizdə o şiş xəstəlikləri başda olmağına, orqanizmin bütün nöqtəsində zob xəstəlikləri olmağına hər bir şeydə gözəl şəkildə verir. İsti şokolad aldı, uşaqlar daha sevərək qəbul etsinlər deyə. O birisi hindibaq kofemizdir bizim. Həm enerji verir, həm tərkibində bir çox elementlər var ki, orqanizmi qoruyan. Sonrasında bu bizim dəstimizdir, amor dəsti deyirik, içində bədən spreyi, kremi falan var. Bu bizim çörək otu kapsulumuzdur, bayaqları ki deyirdi. Çörək otu yağımız bizim tərkibində heç bir qatqı olmadan kapsul şəklindədir. Kapsul şəklində olmağın da gözəlliyi budur ki, bizim bağırsaqlarda patladığı üçün daha çox xeyrin görürük. Bu bizim çörək otu kapsulumuzdur. Bu bayaq sizə danışdığım qolaltıların sprey formasıdır. Sonrasında bu bizim arı məhsullarımızdan propolisimizdir. Digər yerlərdə gördüyünüz propolisdən bunun fərqi nədir? Digər yerlərdə maksi görə bilərsiniz 35-40% məsələn. Və əksəriyyətində alkol olar dərəcəsi yüksəlində. Bizim üçün tərkibində alkol yoxdur. Sadəcə su və propolisdir. 72% tərkibi sadəcə propolis. Düşünə bilirsiniz 72%. Yəni ona görə də biz bunu təbii bir antibiotik kimi bir çox həm immunitet gücləndirici və bir çox xəstəliklərdə də verib gözəl nəticələr alır. Damcı halındadır. Suya qatıb elənçinə də qəbul olunur, dil altına da tökmək olur. Bu isə bizim zeytin yarpağı ekstraktımızdır. Bu balaca boyu ilə bir çox işləri görən məhsulumuzdur. Bu şəkər xəstəliyi, yüksək təzyiq, iltihabi xəstəliklər, qrip infeksiyası və bir çox problemlərdə hətta qida əlavəsi qəbul edən insanlara mütləq yanında bunu götürün deyirik ki, orqanizmə sorulmasında gözəl təsir göstərir. Göz altında, bəli, düz dedi Vüsalə xanım, göz altında olan o bezələri də aradan qaldırır. Baxın, sizin soruşduğunuz İlyas xanım, D3K2. D3K2 ilə bir yerdə olanda orqanizmə sorulması da çox gözəl olur və dəyərləri də çox yüksəkdir. Məsələn, mən deyirəm üzvlərimizə, istənilən bir qida əlavəmizi qəbul etmədən öncə həkim nəzarətində olun. Əgər ki, ona ehtiyacınız varsa, bizim qida əlavələrimizdən istifadə edin. Əgər ki, o dəyərləri qaldırmasa, mən sizin ödənişinizi geri qaytarıram. O dərəcə məhsullarımızın keyfiyyətinə əminik. Sonra bunu, bəli, bu reyşi göbələyidir. Bəlkə də buna adına rast gəlmiş. Bunu xaricdə ölümsüzlük iksiri, cavanlıq iksiri kimi də tanıyırlar. Bu, ümumiyyətcə, orqanizmi gəncləşdirən bir göbələk növüdür. Bu bizdə kapsul şəklindədir və bizim kofelerimizin tərkibində də vardır. Ürək damar xəstəlikləri, şəkər xəstəliyi, ümumiyyətcə də qadınlarda miyoma şişləri olsun, digər problemlər olsun, hamısında gözəl nəticələr aldığımız məhsulumuzdur ki, sonra 5-ATP, bu bilirsiniz nədir? Xoşbəxtlik hormonu ifraz edir 5-ATP, sakitləşdirici kimi biz veririk o məhsulumuzu. O da gözəl nəticə alırıq və heç bir asıllıq falan yaratmır. Kofelerimizin açıq şəklində olandır. Bu bizim kollajenli kofemizdir. Ginseng kofemizdir. Ginseng jenşen kimi tanıdığımız ginseng kofe. Bəli, bunu qadınlar da içə bilir, kişilər də içə bilir. Kişilərdə kişi hormonlarını düzənləməyə çox gözəl təsiri vardır bu məhsulumuzun. Bunlar isə bizim kofelerimizdə arıqlamaq üçün də istifadə edilir. Çünki tərkibində moringa var. Reyşi göbələyi də var. Həm sağlamlığımız üçün qaraciyər başda olmaqla bir çox problemlərin aradan qaldırmaqla, həm də arıqlamağa kömək edən məhsullarımızdır. Bilirsiniz ki, bu gündən bir çox arıqlama məhsulu arıqlamaqdan başqa hər işi görür. Və orqanizmimizin bir çox yerinə də ziyanı vardır ki, arıqlama məhsullarını məsləhət görmürük digər yerdən almalar, araşdırmadan, içəriğini bilmədən. Bu bizim Hindistan cəvizi yağımızdır, kokos yağı. Bunun da tərkibi təmizdir, soyuq sıxımından əldə edildiyi üçün vitaminləri içərisində gözəl şəkildə qorunubdur və bu məhsulumuz da istər daxili, istər xarici gözəl şəkildə deməli nəticələrimiz. Bu isə qadınlara özəl çayımızdır, regal çayımızdır ki, həmin dönəmdə həm iltihabı falan təmizləməyə, ağrısız olmağa kömək edən məhsulumuzdur. Bunlar isə bizim üz yuma jelimiz, aloe vera tərkibli üz yuma jelimizdir. Noxud boyda bir dənəsi bir ildən çox görür də. Noxud boyda üzə yetərlidir ki, üzü təmizləyib yumağa. Peelingimizdir üz üçün, ayaq kremimizdir, ayaq spreyimizdir, əl kremimizdir, saç balzamımızdır. Mikrobları öldürür. Bəli, bəli, göbələk zaten bizim məhsullarımız göbələk xəstəliyindən qısa zamana set şəklində verib nəticələrimizi ala bilərik. Bu bizim təcili yardımımızdır. Biz buna təcili yardım deyirik.
evdə olması gərəkən istənilən bir ağrını anında kəsən krem. Baş ağrısı, diş ağrısı, boğaz ağrısı, ayaq ağrısı, bel ağrısı anında kəsən və heç bir ziyanı olmayan. Tərkibi isə mental içəriyi yüksək olan məhsuldur. Bəli, müalicə. Sonra bunlar bizim maskalarımız üz üçün. Qızıl maskamız, mirvari maskamız, şam qabığı kremimiz. Gecə gündüz. Şey olur, qızıl rəngli. Bəli. Soyulur. Bəli, budur. Ay, sağ ol. Bəli. Dayan. Baxın. Hə. Balaca dəyişim var amma belə bu sanki. Bu belə bu rəngdədir. Bu rəngdəydi bu. Bu rəngdə. Bəli. Bəlkə də budur. Mən çünki atmışam qabını. Bu isə Nəsibə xanımın da hər zaman övə danışdığı bir məhsulumuz. Bu bizim yetkin dəric kremimizdir. Türklər buna olğun cilt kremi deyir. Qırış kremimizdir, gəncləşdirən kremdir. Göz ətrafı, dekoltə bölgəsi daxil olmaqla üzümüzə axşamlar istifadə etdiyimiz gözəl 40 yaş üzəri gözəl qırışları aradan qaldırmağa kömək edən məhsulumuzdur. Bu bizim palçıq maskamızdır, cil maskamız yəni. Və bizim şirkətimizin ən özəl qaydası da budur ki, Gülyaz xanım, bizdən istənilən məhsulu aldığınız dəyərdə şirkət üstündə hədiyyə verir. Nə gözəl, nə gözəl. Aldığımız dəyərdə. Allah gördüklərimin hamısı bizə lazımlıdır. Hamısını da sevdim. Bu da məsələn parfümlərimizin biz bunu bu cür. Bunlar da bizim parfümlərimizin bunun içərisində yarımdır. Bu cür kişi üçün, qadın üçün, bəli, baxmaq üçün, hansını seçim etmək üçün. Bu cür. Çox mən gəldim Ersaq şirkətinə və nə yaxşı ki də gəldim. Çox məmnun oldum. Çox. Deməli, çeşid burada gözəl biz bütün qadınlara lazım olan məhsullar var. Hansı məhsula baxdımsa, hansı məhsulun haqqında məlumatlandımsa və bir də baxam ki, aylar öncə özümə də hədiyyə olunub istifadə eləmişəm, razı qalmışam. Amma hardan gəldiyini tapa bilmədiyim üçün geri dönüş eləyə bilməmişdim. Qismət məni yenə gətirdi Ersağa və çox razı qaldım, çox bəyəndim. Tövsiyə edirəm bütün xanımlarımıza həm öz cilt baxımına, həm kosmetika, həm dərman keyfiyyətli, yəni təbii məhsullardır. Adını biz dərman deyirik. Qidalar. Çünki o bizim lazımlı, bizə hər birimizə, cildimizə də, məzə, bağırsaq sistemi deyim, iç halatımıza belə deyək, iç sistemimizə də uyğun olan istər çaylar olsun, istər maskalar olsun, kremlər olsun, o balaca uşaqlar üçün də, böyüklər üçün də nəzərdə tutulan ağız boşluğunun təmizlənməsi qidası və şampunlar, saç qidaları, hamısı burada möhtəşəmdir. Bilmirəm, mən söz tapa bilmirəm, bir-birindən gözəl, bu hətta ləkə getdirən bulaşıq olur köynəklərdə, o ləkələr getdirən mayelər var burada. Çox bəyəndim və gedəndə özüm üçün yəqin ki, dop dolu gedəcəm, çünki xoşuma gəldi. Çox da razı qaldım. Məni bura gətirən xanımlara minnətdaram, çox minnətdaram. Və çünki əsl keyfiyyətli yerdəyəm, əsl məhsul insana lazımı olan, bütün qidalar burada olan yerdəyəm və təşəkkürümü bildirirəm. Və mən deyim ki, qiymətlər də əlverişlidir, qiymətlər də gözəldir. Hamısı var, hamısı haqqında gözəl məlumatlandırırlar. Telefon var, şirkət çox rahat yerdədir, çox məkanı rahat yerdə, 20 yanvarda. Evimin bir ağzı içində gəlmişəm, görəm evimizin yanındadır. Qəşəng. Biraz öncə Həcər xanım məni məlumatlandırdı. Deməli, məlumatlandığım anda hansı məhsuldan danışırsa, dedim, mən bunu mütləq alacam. O qədər burada gözəl bir tanışlığım oldu ki, biraz qarışdırdım və yenidən dönüş eləyəcəm Həcər xanıma ki, həmin məhsulları mən alıb apara bilim. Mənə köməklik eləyəcək. Çox bəyəndim, çox gözəl ətirləri var. Dodaq üçün istifadə məhsulları var. Baxın. Hətta hər birimizə hal-hazırda D vitamini lazımdır. O da var. Omegamız var. Sonra kofelər var. Birazdan içəcəyəm. Dadına baxacağam. Çox gözəldir, çox superdir. Və burada görün, baxın, biri-birindən gözəl. Ay Allah, nə qəşəng. Masaj kremi, bəh. Görürsünüz, qol altı spreylər var ki, təbii, şişkinlik yaratmayan, xatasız, bəlasız qol altı gelləri var. Sonra, məsələn, heyran olduğum, axtardığımı tapdım. Üz maskası.
palçıq maska da var, baxın gil maska. Yəni bunların hamısı rahatlığıyla üzü gözəlləşdirən. Bütün xanımlar baxılmaq istəyir, bütün xanımlar gözəl olmaq istəyir. Dərimizin, cildimizin. Yetər ki biz sevək, sevinək, Allah istifadə eləyək və nəticəsini görək. Mən də bu günlərim bu şirkətdə xanımlarla tanış oldum və şadam. Mən Həziyeva Nigar, Yeləni Kəlağayı brendinin təsisçisiyəm və burada Gülyaz xanım qeyd elədiyi kimi məhsulların hamısına baxdıq, seçim etdik. Bilirsiniz necədir? Məsələ odur ki, təbii ki, bir çox şirkətlər var, bir çox marketlərdə gedirik, orada müəyyən markalar var, amma onların tərkibində daha çox süni və ximikat da qatqı çoxdur. Amma buradakı məhsulların çoxu demək olar ki, ümumiyyətlə təbiidirlər və qadınlar üçün maskalardır, kremlərdir, baxım ürünləri də çoxdur, gözəldir, qoxuları qalıcıdır, bədən spreyləridir, rujlardır və digərlərdir. Bir məsələni də qeyd etmək istəyirəm. Məsələ budur ki, elə bir zamanda, elə bir dövrdə yaşayırıq ki, müasir devirdəyik. İndi hətta bir telefon zəngi ilə marketdən alış-verişləri edə bilirik. Və burada da belə bir şeydir. Elə bir qaydalar var ki, o qaydalardan keçsəniz siz də rahatlıqla əlinizdə kataloqunuzla, qiymətlərlə seçimlərinizi edib, zəng vurub sifarişlərinizi edərək evinizdə o məhsulları əldə edəcəksiniz. Və get-gedə, bəlkə də o bir gün olmayacaq, bəlkə də 2 gün içində olmayacaq. Amma bir 10 gündən sonra o məhsulları istifadə edəndən sonra həm bədəninizdəki dəyişiklikləri, həm dərinizdə, həm saçınızda artıq onları belə deyək də get-gedə zamanla görəcəksiniz və belə deyək öyrəşilik yaradacaq bu məhsullar, yəni sizdə də. Və kapsullar da var burada, çaylar var. Bu dəqiqə biz də çayların dadına baxdıq, çox gözəl dadlı çaylar idi. Ümumiyyətlə, xanımların özlərinin qeyd elədiyi kimi həm aptek var burada, həm baxım ürünləri var, həm hər bir şey buradadır. Odur ki, düşünürəm ki, bütün xanımlar üçün məsləhətli bir məkandır, məsləhətli bir yer və bir markadır. Və mən deyim ki, Gülyana xanımla Nəsibə xanım üzv idi bura artıq. Elə necə? Bəli. Biz ikimiz də Yeləni Kəlağayı, Nigar xanım təsisçisi və mən. Bu yaxında da bizim gözəl bir layihəmiz var. İnşallah istəyirik ki, Nəsibə xanım da gözəl, möhtəşəm sözlər yaratdı və həmin sözlər nəğmə yazılır. Möhtəşəm bir klip təqdimatında hər birinizi gözləyirik. Ersaq doğrudan da mən deyərdim ki, bir ailədir bura. Hamısı bir-birini sevən insanlar, o insanların üzündəki o çöhrələr, gözəl üzlər, gözəl simalar. Mən gəldim bura, mən qaynımın yoldaşımla gəlmişdim bura. Gələndə Həcər xanımla Tərgül xanımı gözlədim. Sonra nəsə mənim biraz müalicə üçün ehtiyacımız var idi, nəvəm üçün. Onları mən götürdüm, dedilər ki, burada belə-belə işləyə bilərsiniz, belə-elə. Çox da məmnunam bu şirkətdən, çox həqiqətən. Həm müdirləri ilə, həm başda Həcər xanım olmaqla, Üsailə xanım, Günay xanım, Esmira xanım, Laləm mənim, Aynurum mənim, sonra Zümrütüm, hər birinizin doğrudan da çox sevirəm. Mən bu şirkəti həqiqətən çox sevirəm. Kim işləyir, işləsin, işləmir, işləməsin. Özüm gəlirəm, özümə nə lazımdır alıram. Həcər xanımın canına dualarımı oxuyuram. Gedirəm, Allah onu bizə çox görməsin, mənim gözəl qızım. Həqiqətən də ersağla yaşamağa dəyər. Ərzağa xoş gəlmişik. Ersaq ailəmizə xoş gəldiniz Gülyaz xanım. Çox sağ olun. Gülər üzlüm, şirin sözlüm gəl bəri, xatırlaya qoşan keçən günləri. Tut əlimdən qoşa gəzək dünyanı, səninləyəm, məndən xoşbəxt dehanı. Sevənlərə nəğmə deyək, sevə-sevə vursun ürək. Sevə-sevə, sevənlərə nəğmə deyək, sevə-sevə vursun ürək. Tut əlimdən qoşa gəzək
dünyanı. Ah səninləyəm, məndən xoşbəxt ehanı. Tut əlimdən, qoşa gəzək dünyanı. Səninləyəm, məndən xoşbəxt ehanı. Tələbəmin balasıdır, tələbəsidir. Adın nədir? Fədali Məmməd. Fədai Məmmədov. Məmmədli. Məmmədli. Bizdənsən də, mən də Məmmədovayam aşkım. Bizdənsən. Can, bir nə oxuya bilərsən bizim üçün? Hə, oxu. Qatar mı? Oxu, qatar oxu. Fəxr eləmə ey bülbül şeyda çəmənim var. Qoy fəxr eləyim mən ki gözəl bir vətənim var. Aman, aman, aman balamın. Namərdəm əgər huri qılmana dəyirsəm ay balam. Gülzar vətəndə ay aman, ay aman. Yar, Gülzar vətəndə o gözəllər ki mənim var. Aman ay yar, Bedada yar, ey dağ, ey dağ, ey dağ. yar, 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 Allah saxlasın. Sən də mahnı oxuyun da bir yerdə, bir iki. Oxuyaq gəl. Əsən yerləri oxuyun. Şu oynaq olsun qoy. Şuşan gün əsmirik gün, gün çağlayırıq. Gün şüşürüyürük. Tək oxuyar. Hə. Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı. Dərdindən ölməyə çoxdur gümanlı. Dərdindən ölməyə çoxdur gümanlı. Ay qız bu nə qaş göz, bu nə tel. Ölərəm dərdindən, onu bil. Danışmasan da balam, barı gün. Ay kız bu ne kaş göz, bu ne tel. Ölürüm derdinden, bunu bil. Danışma sen de balam, bana gün. Malades. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir qal sənə qurban. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir qal sənə qurban. Nə zaman istərsən əziz canımı, kumral gözlərinlə al sənə qurban. Nə zaman istərsən əziz canımı, kumral gözlərinlə al sənə qurban. Sən müşriqin yanında qal, günən sənə qurban. İstərsən bu canımı al, günən sənə qurban. Sən müşriqin yanında qal, günən sənə qurban. İstərsən bu canımı al, günən sənə qurban. Salam əziz və dəyərli xanımlar. Bu gün mən Ersağımızda sağlamlığınız üçün qida əlavələri haqqında danışmaq istəyirəm. Artıq günümüzdə parazit başalıb gedib. Ona görə uşaqlarımızın sağlamlığı üçün qida əlavələrimiz olan çörək otu, qabaq çəkirdəyi yağı və kəklik otu suyundan uşaqlarınızın parazitlərini aradan qaldıra bilərsiniz. Sağlam həyatda, sağlam yaşamaq istəyirsinizsə qida əlavələrimizə müraciət edə bilərsiniz. Qida əlavəsi dərman vasitəsi deyil. Rahatçılıqla uşaqlarınıza vitamin deposunu depolaya bilərsiniz. İnsanlar bir məhsul alarkən güvən və keyfiyyət axtarır. Hər ikisini də Ersaqda əldə edə bilərsiniz. Həm də könül rahatlığı ilə məhsullarımızı tövsiyə edə bilərsiniz.
Əziz və hörmətli xanımlar, burada gördüyünüz bütün məhsullar hər bir xanıma evdə lazım olan bir məhsullardır. Evdən oturaraq bizim bu məhsulları sifariş edərək gözəl qazanclar əldə edə bilərsiniz və keyfiyyətli məhsullar istifadə edə bilərsiniz. Ailə büdcənizə dəstək olun. Ersaq şirkətində üz qulluğu üçün, üz baxım üçün istədiyiniz bütün məhsullar var. Üz təmizləmə südündən, üz yuma gelindən tutmuş çeşid-çeşid serumlarımız, çeşid-çeşid baxım kremlərimiz hər yaşa uyğun, həm yeniyetmələr üçün, həm orta nəsil üçün, həm yaşlı nəsil üçün. Eyni zamanda gənclərdə sivilcə problemləri çox olur. Sivilcə problemləri üçün bizim çox gözəl anti-akne kremimiz var. Üz yuma geli ilə anti-akneni bir arada istifadə etdiyi zaman gənclər və yeniyetmələrdə olan akneləri çox gözəl aradan qaldırmaq olur. Dəyərli xanımlar, mən sizi Ersaq şirkətə dəvət edirəm. Çünki Ersaq şirkətdə qazanc var, sağlıq var. Yəni sağlıqlıqla qurulan zənginlik var burada. Karyeradan, təhsildən asılı olmayaraq bizimlə indi o kadar ev xanım iş sahibi olmuşlar. Yani biz bu fırsatı sizlere sunuyoruz. Biz sizlere destek oluyoruz. Yani burası belə deyim ben bir kadını öz ayakların üzerinde durabilmek için bir fırsattır. Bizim şirkət yaşından və yaşayışından asılı olmadan hər kəs üçün təbii vasitələr istehsal edib. Bizlər isə o vasitələri ətrafımıza, çevrəmizə sunaraq onların istifadə etmələrinə və ən əsası isə qazanc əldə etmək istəyənlərin qazanmasına şərait yaradırıq. İnsan həyatı üçün zəruri olan bütün dəyərləri eyni arada toplamaq çətindir. Ersaq firması yeganə firmadır ki, şəxsi inkişaf, karyera, biznes, sağlamlıq, gəlir, bir çox gözəl imkanları bir arada toplayan yeganə firmadır və sizlərin hər birini bu dəyərə dəvət edirəm.